Sağlam qidalanmaq istəyirik, amma hər gün balanslı yemək hazırlamaq hər zaman mümkün olmur. Məhz bu nöqtədə Amerika brendi olan Herbalife məhsulu Formula 1 protein kokteyli gündəlik qidalanmanı daha sadə və kontrollu hala gətirmək üçün yaradılıb. Formula 1 bu sadəcə bir protein kokteyli deyil. Bu tam balanslaşdırılmış qida qarışığıdır. Tərkibində zülal, lif, vitamin və mineralların kombinasiyası var. Məqsəd bədənin gündəlik ehtiyaclarını bir porsiyada toplamaqdır. Formula 1-in əsas gücü tərkib balansındadır. Buradakı zülal mənbələri əzələ toxumasının qorunmasına kömək edir. Liflər uzun müddətli toxluq hissi yaradır. Vitamin və minerallar isə gündəlik qidalanmada tez-tez çatışmayan boşluğu doldurur. Bu məhsul dərman deyil, möcüzə də vəd etmir. Sadəcə bədənin ehtiyaclarını daha planlı şəkildə qarşılamağa kömək edir. Vanil dadı Formula 1-in ən çox seçilən variantlarından biridir. Çünki neytraldır, yormur və uzun müddət istifadədə bezdirmir. Süd, bitki südü və ya su ilə rahat uyğunlaşır. Hazırlanması çox sadədir. Bir porsiya üçün 2 ölçü qaşığı Formula 1 və təxminən 250 ml süd və ya alternativ bitki südü kifayətdir. Shaker və ya blenderda qarışdırılır və bir neçə saniyəyə hazır olur. Əlavə olaraq meyvə və ya buz da qatmaq olar. Bu artıq şəxsi seçimdir. Formula 1 müxtəlif vaxtlarda istifadə oluna bilər. Səhər yeməyi əvəzi olaraq, iş arasında balanslı qida kimi və ya məşqdən sonra yüngül qida variantı kimi. Burada əsas məsələ müntəzəmlik və balansdır. Bu məhsul sağlam həyat tərzinə önəm verən insanlar üçün nəzərdə tutulub. Çəkisini nəzarətdə saxlamaq istəyənlər, gündəlik qidalanmasını sistemləşdirmək istəyənlər üçün uyğun seçim ola bilər. Xroniki xəstəliyi olanlar, hamilə və ya xüsusi pəhrizdə olan şəxslər isə istifadədən əvvəl mütəxəssis məsləhət almalıdır. Formula 1 təkbaşına nəticə yaratmır, amma düzgün qidalanma və aktiv həyat tərzi ilə birlikdə gündəlik rutini daha rahat və nizamlı hala sala bilər. Bu videoda Formula 1 protein kokteyli, vanil dadı ilə məhsulu haqqında əsas və vacib məqamları paylaşdıq. Əgər siz də oxumaqdansa baxaraq məlumat almağı sevirsinizsə, bu video məhz bunun üçün hazırlanıb.